Bir daha sabahınız xeyir, hörmətli tamaşaçılar. Qlobal gündəmdə diqqətlər Birləşmiş Ştatlar prezidenti Donald Trump və Rusiya prezidenti Vladimir Putin arasında həyata keçirilən telefon danışığına yönəldi ötən gecə ərzində və Kremlin yaydığı məlumata görə iki lider arasında telefon danışığı 1 saat yarımdan çox davam etdi və bu danışıq əsnasında bir sıra məsələlər müzakirə olundu. Onların arasında istər təhlükəsizlik, istərsə də iqtisadiyyat və energetika sahəsində fikir mübadiləsi aparıldı. Kreml qeyd elədi ki, danışıq ümumilikdə çox xoş və müsbət atmosferdə keçib və işgüzar məsələlər də təbii ki, öz yerində. Ən diqqət çəkən məqamlardan biri isə təbii ki, Ukrayna trekindədir. Rusiya prezidenti Vladimir Putin qeyd elədi ki, 9 may parada ərəfəsində Rusiya atəşkəs imzalamaq niyyətindədir Ukrayna ilə. Donald Trump bu məsələni dəstəkləyib və ümumilikdə Donald Trump bildirib ki, Rusiya-Ukrayna müharibəsinin, münaqişəsinin həllini artıq yaxındır və Birləşmiş Ştatlar prezidenti qeyd edib ki, rəsmi Vaşinqton həm rəsmi Moskva, həm də rəsmi Kiyevlə təmasları davam etdirir və bu istiqamətdə münaqişənin, müharibənin dayandırılması üçün əlindən gələni eləyir və bundan sonra da vasitəçilik prosesində aktiv şəkildə rol almaqda davam etmək istəyir. Təbii ki, eyni telefon danışığında Yaxın Şərq məsələsi də əsas müzakirə olunan mövzulardan biridir. Putin Trumpa açıq şəkildə xəbərdarlıq etdi ki, Birləşmiş Ştatların İrana qarşı quru əməliyyatı qəbul edilməzdir və bu təkcə region üçün yox, ümumiyyətlə beynəlxalq aləm üçün də çox təhlükəli və riskli bir, eyni zamanda dağıdıcı bir məsələyə gətirib çıxara bilər, dağıdıcı nəticələrə səbəb ola bilər. Donald Trump isə açıq şəkildə Vladimir Putinə bildirdi ki, Rusiya hazırda diqqətini daha çox Yaxın Şərqə, yəni Birləşmiş Ştatlar İran məsələsinə yox, daha çox Rusiya-Ukrayna müharibəsinə, münaqişəsinə yönəltməlidir və ABŞ prezidenti hesab edir ki, indiki məqamda həm Yaxın Şərqdə müharibənin başa çatmasına, həm də Rusiya-Ukrayna müharibəsinin başa çatmasına yaxşı imkanlar var, yaxşı şanslar var və bu prosesdə yekun nəticənin əldə olunması üçün Donald Trump hesab edir ki, Birləşmiş Ştatlar və Avropa ölkələri arasında hələ ki fikir ayrılıqları qalmaqdadır. Elə Ukrayna müharibəsindən danışmışkən qeyd eləmək lazımdır ki, bu istiqamətdə yaxın günlərdə humanitar addımların atılması nəzərdə tutulur. Ukrayna prezidenti Vladimir Zelenskinin açıqlamasına görə Ukrayna və Rusiya arasında yeni əsil mübadiləsi həyata keçiriləcək. Ukrayna liderinin sözlərinə görə artıq mübadiləsi həyata keçirilən hərbçilərin siyahısı hazırlanıb, son hazırlıq işləri görülür və Rusiya ilə təmaslar davam edir bu müddət ərzində. Hazırda Kiyev ümid edir ki, yaxın günlərdə minlərlə Ukraynalı hərbiçi doğma evlərinə geri qayıdacaqlar və qeyd eləmək lazımdır ki, hazırda Rusiya ərazisində 7000, Ukraynada isə 4000-ə yaxın Rusiyalı əsrin saxlanıldığını qeyd etmək lazımdır. Təbii ki, Yaxın Şərq müharibəsindən də, Yaxın Şərqdə davam edən gərginlikdən də danışmaq lazımdır bu mənada və Vaşinqtonun İranla bağlı bir neçə senarilərin olduğuna dair məlumatlar yayılıb. Qeyd olunur ki, ABŞ prezidentinin Milli Təhlükəsizlik komandası Donald Trumpa Hörmüz boğazı ətrafında vəziyyətlə bağlı yeni planlar təqdim edib. Donald Trumpın masasının qarşısında bir neçə plan var. Bu planların arasında təbii ki, Birləşmiş Ştatların Yaxın Şərqdəki mövcudluğunun artırılması və yaxud da azaldılması və yaxud da hərbi əməliyyatların daha da genişləndirilməsi məsələsi var. Təbii ki, bütün bu proseslər fonunda İranın daxilində də vəziyyət Qərbin gözlədiyindən biraz fərqli irəliləyir. Foreign Policy nəşrinin məlumatına görə xarici təzyiqlərə baxmayaraq ölkədə siyasi sistem daha da güclənir və siyasi sistem ətrafında xalq daha da birləşir. Xüsusilə diqqət çəkən məqamlardan biri də odur ki, bütün təzyiqlərə baxmayaraq İran artıq təkcə ənənəvi media ilə yox, eyni zamanda rəqəmsal platformalar və viral kontentlər vasitəsilə beynəlxalq aləmə, beynəlxalq auditoriyaya çıxış etmək və onlara təsir etmək niyyətindədir. Bu isə Tehrana həm daxildə, həm də xaricdə daha sərt mövqe nümayiş etdirməyə imkan verir, hesab eləyir Qərb nəşrləri. Hörmətli tamaşaçılar, biz isə bu və digər maraqlı məlumatları təxminən 1 saat sonra ətraflı müzakirə və təhlil edəcəyik. Bizimlə qalın, indi isə qısa araya keçid edirik.